Salam dostlar, hər vaxtınız xeyir olsun. Neçə müddətdir ki, kənddə idim, ona görə video paylaşa bilmirdim. Amma kənddən çox gözəl videolar çəkmişəm. Bu saat rayon çox gözəldir. Yəqin ki, çoxunuz bu göyərtiləri tanımırsınız. Bax, bu yağlıcadır, balba bişirərkən də istifadə edirik. Qaz ayağı, cincilim, çox gözəl göyərtilər var. Onlardan bol-bol yığıb gətirdim. İndi xarab olmasın deyə göyərtiləri təmiz yudum, hamısını qaynar suda biraz pörtlədib, suyunun süzüldükdən sonra maşından keçirirəm ki, xarab olmasın. Yəni yaşını bu qədər saxlamaq olmaz. Ona görə də hissələrə ayırıram maşından keçirdikdən sonra. Həm də mən yəni ki, bu qaydada da yeməyi çox sevirəm. Duz əlavə eləmirəm, bilirsiniz, bağırsaqlar üçün, mədə üçün çox xeyirlidir. Burada bənövşə kökü, cincilim, qaz ayağı, yalançı gicitkan, həm də ki bal balası var. Həddindən artıq gözəl olur. Belə pörtlətdikdən sonra üzərinə bir qədər qoz ləpəsi səpirəm. Kotletlə heç çörək lazım olmur, çox tutumlu olur. Video xoşunuza gəldisə, səhifəni izləyib bəyənməyi unutmayın.